İnqilabdan əvvəl bir mədəniyyət ocağı belə olmayan Naxçıvanda hal-hazırda televiziya mərkəzi, dövlət dram teatrı, yüzlərlə mədəniyyət sarayları və kitabxanalar fəaliyyət göstərir. Balaca Aytənin 9 yaşı var. 5-ci sinifdə oxuyur. Atasının işləri ilə çox maraqlanan Aytən özü çoxlu rəsm əsərinin müəllifidir. Aytənin bacısı və qardaşı da rəssam olmaq arzusundadır. Qədim Şərur torpağının gələcək nəsilləri. Onların taleyi daha uğurlu olacaq. Çünki uşaqların həyata hazırlanması üçün indi daha gözəl imkan və şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası böyük tikinti meydançasını xatırladır. Onun xəritəsinə yeni sənaye obyektləri, şəhərciklər yazılır. Qədim Naxçıvan da dəyişir, gözəlləşir.